Bugün daha 53 ailə, 185 nəfər öz doğma yurduna qovuşub. Su qovuşana. Uzun illərdən sonra bu torpaqların əzəli sakinləri ev eşiklərinə qayıdıblar. Onlara yeni evlərinin açarları təqdim olunub. Vətənə dönən sakinlərin təəssüratları isə bizim növbəti süjetimizdədir. Vətən torpaqlarında yenə də sevincli günlər yaşanır. Növbəti köç şərvanı Tərtər rayonundan su qovuşana yola düşüb. Çox xoşbəxt bir hissdir. Bu günümüzə min şükür. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Ali Baş Komandamıza ömür versin. Bu günümüzə min şükür. Çox gözəl bir hissdir. Xoşbəxtdir. Allah ev olan nətər olmalı, ev verir. Gözəl, xoş deyirik. Bəli, torpağa qayıdırıq, çox xoş. Çox sevincliyəm. Bəlkə də mən hamıdan çox sevincliyəm. Çünki mən orada doğulmuşam. Ora mənim vətənimdir. Elə bilirdim ki, gedəndə atamı, anamı da orada görəcəm. Ancaq yəni getdiyimiz kimi olmadı. Bu günümüzə də min şükür. İndi onların ruhları şaddır ki, biz öz torpaqlarımıza qayıdırıq. Bu köçdə daxil olmaqla su qovuşanda yeni inşa olunan yaşayış kompleksində 126 ailə, 413 sakin məskunlaşmış oldu. Yeni köçürülən ailələrə mənzillərinin açarları təqdim edildi. Çox sevindik, çox məmnunuq. Belə, nətər deyim, sevincimizin həddi-hududu yoxdur. Biz bu torpaqları neçə il bundan qabaq itirmişdik. Amma şükür bugün qayıtdıq. Balalarım yığıldı, balalarım öz torpağına qovuşub. O qədər həddi yoxdur sevincimin. Bilmirəm onu nətər hiss elətdirim sizə. Çox sağ olun, Allah köməyiniz olsun. 5 binalıq yaşayış kompleksində sakinlər üçün hər cür şərait var. Qarşıdakı günlərdə bura növbəti köçdə gözlənilir. Elnur Tofiq, Rəşidə Zülfüqarova, Elmin İspəndiyarov, Elnur Orucov, ASTV Xəbər.